Bənd Təsərrüfatı naziri Məcnun Məmmədovun koronavirusa yoluxması bir sıra məsələləri gündəmə gətirib. Məlum olub ki, nazir xəstəliklə əlaqədar ev şəraitində müalicə olunsa da müəssisə karantinə alınmayıb. Qurumda bir nəfər koronavirusa yoluxan vaxtı başqa əməkdaşların da test verilməsi tələb olunurmu? Ümumiyyətlə, bir şəxsə görə iş yeri karantinə alınmalıdır. Qlobalifo azad danışan tibb elmləri doktoru Profesor Adil Qeybulla bildirib ki, istənilən kollektivdə kimsə koronavirusa yoluxubsa, mütləq o şəxsdə təmasda olanlar yoxlanılmalıdır. Müəssisədə bir nəfərin COVID-19 testi pozitivdirsə, müəyyən karantin tədbirləri həyata keçirilməlidir. Hətta şəxsin ailə üzvləri test verməli və karantinə alınmalıdır. Ümumiyyətlə, vaksinasiyadan yayınma halları koronavirusla bağlı prosesi indiyə qədər uzadı. Bu virus sona çatacaq. Amma Ümumdünya Səhiyyə Təşkilatının tədbirləri vaxtında bütün dünya üzrə koordinasiya olunmadığından infeksiya vaxtında lokallaşdırıla bilmədi. Bundan nəticə çıxarmaq lazımdır. Profesor deyib ki, qarşıda dünyanı qrip pandemiyaları gözləyir. Epidemik ocaqlar, sporadik yoluxmalar davam edir. Koronavirusdan ağırlaşmalar və ölüm halları hələ də mövcuddur. Əlavə edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Tibb Müəssisələrinin İdarə Etmə Birliyi ilə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı.